yaradıcılığı. Bulaq. Axşamınız xeyirlə, adlı babalarımız, istəkli nənələrimiz. Xoş gördük. Xoş gördük yiğitlərimiz. Böyüyün, nər qatlayın, dağ-dağlığı ilə qarşı durmasın sizə. Haram tikə boyun əyər deyiblər. Halal gətirin bucağınıza. Olanın halalsa deyiblər, incələr üzülməz. Dədələr onun üçün deyib, sürünə haram qatma, qoyun incə bağırsaqdır, üzülməz, uzanar. Bir haram tikə, uzaq-uzaq süfrələrimizdən bir nəslə, bir dölə deyir, kölgə gətirər. Haram tikə üstündə böyüyən kölgəsindən qorxar deyirlər. İndi deyəcəksiniz, Bulaq dədə yenə nə gördü, nə eşitdi ki, sandıq içi tökür. Belədir, qardaş. Ustadlar sözü bir bilici olur. Boy-boya oğlanları varmış. Day bilici heç nəyin əsirgəməyibmiş, öyrədirmiş oğlanlarına. Hər səhər açılanda günə qənşər durarmış. Oğlanların da düzərmiş günə qənşər. Özü də tez-tez deyərmiş, alxış düzənə, qarğış pozana, halal ye, halal danış, ardınca halal desinlər. Gün sizin üçün çıxır oğlum, torpaq sizin üçün yetirir oğlum. Alın tərindən at torpağa, birim 5 olsun, 5'im 1000. Hə, istəklilərim, bilicinin oğlanları da qabaqca günəşə baş endirərlərmiş. Sonra da dədə qulluğunda, alxış düzənə, qarğış pozana, halal ye, halal danış. Əkin əkib becərəllərmiş, tər töküb, ulu sözü torpaqla da qol boyunda. İndi elə öğütlərimiz var ki, gərək onları tez-tez xatırlayasan. Ağsaqqalsız el olmaz deyərlər, ağbirçəksiz bucaq. Səhər öğütlə açasan qapını gərək. Ağsaqqallarımız, ağbirçəklərimiz gərək ərgən oğlanlarımıza, ərlik qızlarımıza öğüt verələr, duranda da, oturanda da. Yiğitlərimiz öğüt götürən olalar, necə ki elədilər, sağ olsunlar. Ərlik qızlarımız sırğa eləyələr gərək qulaqlarında ağsaqqal, ağbirçək öğüdünü. Yad ocağı yandıracaqlar, ad alıb süfrə salsınlar. Ocağın yadı olmaz, nuru sizinə. Dünyada qalan öyünsün, qardaş. Dünyada da qalan təmiz attığım yaxşılıq. Bir kərə də demişik, 1000 kərə də deyiləcək. Dədələr sözüdür. Dünyaya mənim deyəni torpaqdan öylü gördüm. Bugünlərdə istəklilərim, istəkli olun həmişə. Bulaq dədədə yığışdıq yenə əl ətəyinə. Sözdən, söhbətdən, gafdan, gələcədən, ormanlarımızdan söz düşdü. Elimizdən, obamızdan, ürək dolusu danışdıq. Varımıza, halımıza baxıb şükür elədik. Kim olanına yox deyər, ayranın turş eləyər. Nəysə, dedilər ki, bəs bizim Naxçıvan sunurlarında, yəni Naxçıvan tərəflərdə bir cür ağac bitir. Adına nərbənd deyirlər. Belə barsız, bəhərsiz ağacdır. Amma onun barı kölgəsidir deyərlər. Kölgəsi sayalıdır mı vərəyin? Nə olacaq? Barsız ağacdır. Xeyri göz qabağında deyil. Yavaş-yavaş gözdən, könüldən iraq, orada-burada nərbənd ağacı tələf olur. Sonra da barbaqla sayılır. 1, 2, 5. Yenə sağ olsunlar. Bayaq dedik, ağsaqqalsız ev olmaz, ağbirçəksiz bucaq. Mahmudkənd obasından bir ağsaqqal iman yiyəsi olmuş, başlayır bu ağacları axtarmağa. Orada nərbənd, burada nərbənd, götürür calaq peyvənd eləyir. Yenidən sayını artırır, qaytarır torpağa. O babanın deyirlər, 90-acan yaşı var. İndi biraz sıxılırıq ki, adını da bilmirik ağsaqqalımızın. Həzi Aslanov kolxozundandır deyir özü də. İndi dönə-dönə razılıq eləyin. 1000 yaşa ay baba səni, el üçün iş görürsən. Nə olar? Biri ötər yanından görməz, ikisi ötər yanından görməz, üçüncü görməməz deyə vurar, axırda biri ki görəcək, işin avand olsun deyəcək, ay baba, gəlib qolundan qaldıracaq. Sən də rahat olacaqsan ki, nərbənd ağacları əksilmədi obalarımızdan.
Ağac da canlıdır. Sayası bizlə. Barmağın ucu ilə toxundun, gözün qulağı ilə baxdın, sınıxacaq, qaydacaq torpağa. Belə deyirlər ki, 2 dəvəçi olur. Hərəsinin də bir dəvəsi. Yük vurub buradan ora, oradan bura aparırlarmış. Nə olacaq? Uzaq günlərin sözüdür. Dolanma dalınca yollar yorullarmış. Günlərin birində dəvəçinin biri yolda əldən ayaqdan düşür, ağrıyır bərk. O birisi dəvəçi deyir, qardaş, burada qana cana gəl, mən sənin dəvəni də aparım, qazancımız yarı. Day, bu da neynəsin? Dedi, yaxşı. Qaldı. Yaxşılaşandan sonra soraqlaşa gedib dəvəçi yoldaşını tapdı. Gördü dəvəsi yaman arıqlayıb. Dedi, yadmalıdır da, çox işlədib heyvanı. Sonra yoldaşından da soruşdu ki, bəs niyə mənim dəvəmi belə arıqlatmısan? Amanata xəyanət mi olar? Nağıldır da, deyir, öz dəvəsi dilə gəlir ki, məni çox işlətmədi. Amma yatanda həmişə yönünü öz dəvəsinə çevirdi. Bircə bu dərd oldu mənə. İndi elədir. Nədən üz döndərdin? Qayıdıb görməyəcəksən yerində. Tək ki, sağlıq, salamatlıq olsun istəhlilərim. Kiçik çillə deyir, böyük çillədən soruşur ki, gəldin neynədin? Böyük çillə cavab verir ki, hamını yığdım təndir başına. Kiçik çillə də deyir, mən də təndirə tökəcəm hamısını. İndi böyük çillə böyüklüyün elədi, kiçik çillə kiçikliyin, yenə nə işdən qaldıq, nə gücdən. Bozay gəldi, başladı bozarıb qızarmağa. Amma yox, yazın gəlişini duydu, aranın yələnin yaşıl gördük. Yaşıllana dartınacaq indi qarşı yatan ulu dağlara sarı. Bozay ki gəldi deyir, başlayır varlığın 4 sayalı çərşənbəsi. Birincisinə deyərlər su çərşənbəsi, bu da başlayar fevralın 26-sından bir həftəyəcək. Bu çərşənbədə deyir, suların donu açılar. İkincisinə deyərlər odlu çərşənbə. Odlu çərşənbədə günün istisi artır, günlər oda düşür. Sonra gəlir yelli çərşənbə. Burada isti küləklər başlayır. Ağ yel adlayır dağların gəzindən. Qar tab eləyə bilmir, başlayır əriməyə. Çaylara damar gəlir, sular qarğına qalxır. Sonuncu çərşənbə torpaq çərşənbəsi. Hə, torpağın çiçəyi çıtlayır, quzuluyur ağrıdan bəri. Bu çərşənbələrin 4-ünü də tonqallarla qarşılayarlar. Tonqallarla da keçirərdilər. İndi də bir çox kəndlərimizdə, ovalarımızda belədir. Deməli, ayın 20-sində 4 çərşənbə qurtarır. Gün müvərək Bozayın nə soyuğuna baxdı, nə ayazına. Saçaq salladı dağ başından üzü aşağı. Bizim bu göy dəryanın qoynundan çıxmışdı 100 nazı qəmzə ilə. 100 nazı qəmzə ilə də endi ulu dağlarımızın gərdənindən. Gəlin bacılar qapılara su çilədi. Aydınlıq səpələdi günün ardınca. Qarı nənələr də alxış dedilər. Aydınlıqsan, aydınlığın əkinimizdə, biçinimizdə, bağımızda, bostanımızda. Saya getdin, saya apar dedilər günün ardınca. Günlərin birində istəhlilərim. Qarabağdan bəyim nənə, Muğamdan Ağca nənə, Borçalı cökəyindən Hürü nənə, nəvələri ilə şəhərə gəldilər. Nə olacaq? Dağ dağa qovuşmaz deyiblər, insan insana qovuşar. Bir yolun bir duracağında tapışdılar, hal əhval tutdular.
Xoş 5, 15, o eldən bu elə, bu eldən o elə soraq-sorağa durdular. Sağlıq salamatlıqla aydınlandılar. Axşam qatarı idi, oturmuşdular 7 mərtəbədə. Özləri demiş, göy atda, takka-tukla dartınırdı şəhərə sarı. Nəvələri sağ olmuş da, eləşmişdilər qulluqda. Oradan buradan buxçalar açıldı, farmaşlar çırpıldı deyərlər belə yerdə. Bayatılar közələndi, gəldilər, çıxdılar tapmacıya. Hürü nənə kəməndin kürməklədi, görək necə atdı kəməndin, nə ilə atdı? Göy atımın yanında, alov oynar canında. Yəhəri yox, yüyəni yox, yiyəsi qarnında. Bəyim nənə dedi, boy, açması qatardı. Bax elə bu yol getdiyimiz qatar. Beləcə sözlə, söhbətlə sağ-salamat gəldilər dərya qırağına çatdılar. Nəvələrindən soruşdular, bəs dediyiniz dərya budumu? Dedilər, hə. İndi xoş gəlib, səfa gətirib Ağca nənə, bəyim nənə, hürü nənə şəhərimizə. Əyləşsinlər 7 mərtəbədən, biz də onların qulluğunda. Belə istəklilərim, yadınızdadırsa, ötən verilişlərimizin birində demişdik ki, yeni ildən saz havalarımız ki var bir belə, bircə səsləndirəcəyik. Bulaq dədə də desin bir iş gördük. İndi Sarajlı Söyünün sazında sözündə birinci havamızı dinləyəcəksiniz. Hansı evlərimizdə səs yazan varsa qurun, bəri başdan havaları götürün. Saz şadlıq gətirər, toy gətirər evlərimizə. İstəklilərim, hələlik balaca bir nağıl. Onacan, hazırlığınızı görün. Deyir bir dövlətli varmış. Varı halı hesaba gəlməz. Dövlətlinin də canı deyir, dövlətində olar. Dövlətinə dəydin, özünə dəydin. Bunun kimilərinə Qorqud dədə deyib bəbəkləri bitməsin. Nə olacaq? Nökər qarası da varmış. Hamısının da günün göy əskiyə düyünləyibmiş. Hamısı da ağa yarıdıb haqq qalan. Digər ki, heç birinə haqq vermirmiş. Hərəsin bir al dili ilə alladırmış. Günlərin birində bir eldən bir iyid gəlir. Deyir, sənə nökər olmaq istəyirəm. Varlı deyir, yaxşı. Bax, bu sürünü tapşırıram sənə. Amma bir şərtim var. Döl çağında qoyun ki quzuladı, ala quzular sənin, qalanları mənim. İgili fikir götürdü ki, bəs bir sürüdə çox ola 5 ala quzu. Bunun axırı nəysə razılaşır. Deyir, oldu. Sürünü çəkir bir yamacın birinə. Özü də fikir dəryasında. Nə tər olsun, necə olsun? Bu neçə nökərin əməyin batırıb. Haram yığıb qapısına. Qapısı harama açılır. Günün elə bu çağında Ovçu Əhməd yamacla keçirdi. Ovçu Əhməd də bütün canlıların dilin bilirdi. Dərdli gözlər, dərdlərin gizlədənməzdi Ovçu Əhməddən. Nə baş ağırlığı çobana rast oldu. İyidin dərdin bildi. Bu vaxt dərədən bir qara qarğa qalxdı. Qar. Ovçu Əhməd baş indirib güldü. Çoban dedi, niyə güldün Ovçu qardaş? Dərdə gülməzlər axı. Ovçu Əhməd dedi, yuxarı bax. O qarğa deyir, o çobanın dərdini də bilirəm, dərmanını da. Nədir dərman? 10-15 ala qarğa vurun, sümüklərin əzin, qatın duza. Səpin sürünün duzlağına. O il doğulan quzuların hamısı ala olacaq. Eləcə də eləyirlər. Qoyunun duzuna ala qarğa sümüyü qatırlar. Döl çağı gəlir istəklilərim. Xan əlin əlinə sürtür. Bunu da bununla aldatdım. Qoyunun hamısı başlayır ala quzu doğmağa. Xan deyir, bu hikmətin, bu düşüncənin qarşısında tab eləyə bilmir, xəstələnir. Düşür yorğan döşəyə. Günlərin birində də köçün çəkir dünyadan. El obaya hay düşür ki, bəs xan paxıllığından çatladı. Oradan buradan göz aydınlığı. İgid də haqqını alır aparır. Bütün ala quzular igidin olur.
İndi ona görə el arasında deyirlər. Xanı ala quzu öldürdü. Belə izdəhlilərim, Aşıq Hüseyn Sarajlı gəldi Bulaq dədənin qulluğuna. Xoş 5-15 telli saz köynəyindən çıxdı. Ustad barmağında zili zil oldu bəmi bəm. Başladı divani havasına. Niyə ilki divanidən? Görək ustadlar nə deyib divanidən? Salamün aleyküm. Həmişə sizi toyda görüm. Toyda olun, şadlıqda olun ki, mən də sizlə. Bizim ustadların rivayətinə görə deyirdi oğul, məclisə girəndə siftə divanıdan başla. Ona divan deyirlər. Baş pərdədə şallı. Divanı güçdür. Ancaq əsas baş divanı çalmalısan, divanı qurtarıb oxuyandan sonra başlayasan təcnis. Çünki divanı qaydaların padişahıdır. Təcnis isə onun vəziridir. Ondan sonra qaraşı deyirlər. Bəzi yerdə də buna el havası deyirlər. Bəzi yerdə dərvişi deyirlər. İndi divanı mən başlayıram. Özdə buna tam kök deyirik biz. Yəni bütün qaydalar bununla çıxa bilər. Ancaq var indi bir neçə havaya ayrı kök vururuq. O kökü vurmasaq şirin çıxmır. İndi mən divanı başlayıram. Yaxşı qulaq as gör nə təhər. Oldu divanı. Bu divanıda nəsiyyətlər oxunur. Nə tər ki, uşağına sən, oğul uşağına tərbiyə vermək kimi, həm də aşıqlığın kökünü bəlli eləyir bu. Ki, doğrudan bu ki, sif də divanıdan başladı. Bayaq dedim ki, bu üç qaydı qurtarmasan, divandan, təcnisdən, qaraşıdan qurtarmasan, ayrı gözəllənməyə, ayrı havaya keçməyə ixtiyarın yoxdur deyirdi. Mənim ustadım deyirdi, mənim də ustadım belə deyil. Biz də o ustadların yolundan getməliyik. Qaldı ikinci divanı deyil. İkinci divanıya Şərxatayı divanı deyirik. Çünki onda hərcai söz də demək olur, toxunmalı. Yəni elə bil ki, bir aşıqla değişən vaxtı o divanı ilə daha yaxşı o qavaqkini sarsıda bilərsən. O divanının da orta bəm tellərindən birini çəkirsən aşağıki simin üstündə. Çünki bu simlər 9 simdir sazda. 9 simi 3 yerə bölürük biz. 56 simlərə bunlara zillər deyirik. Ortaya bəmlər deyirik. Yuxarıki simlərə dəmlər deyirik. Bu üçünü köhləyəndə şax pərdədə köhləyirsən. Bu üçündən başqa şax pərdədə köhləyir. Çalandan sonra ayrı havaları istəsən, ayrı köhlər var, ondan çala bilərsən. Amma bu Şərxatayı divanı buna Bəhri divanı da deyirik, Şərxatayı divanı da deyirik. Şərxatayı divanı başlayanda Şərxatayı divanı elə bil ki, Qoç Koroğludur, meydana girib döyüşdədir.
Aşığın da qılıcı qalxanı nədir? Sazdır, sözdür. İndi hər söz də bu divaniyə gəlməz. Başlayıb divaniyi belə çalırdı mənim ustadım. Deyirdi oğul, mənə da ustadım belə örgədim, nə bilim. Qaldı üçüncü divani. Üçüncü divani çok qəmgün çalırdılar ustalar. Ona çıldır divanısı deyirdiler. Onu da belə çalırdı. Hey yar hey, ey felek senin eline mustara kimde var? Benim kimin ey bahtı kara, sinesi dağlı kimde var? Durum ey dolanım ey fahri alem, ol Muhammed'in başına. Bəstərdə çara kimdə var? Araba ilə. Bəstərdə çara kimdə var? Dərdə çara kimdə var? Bax onu da bax divaniyi də belə oxuyur. Aşağıda da emmirdi, elə baş pərdədə baxırdın ki, orada qaydalayıb çalıb, bax belə də məzlum oxuyurdu. Ustad aşığımıza razılıq eləyək istəklilərim. Qulaq astız. İndi nə sözünüz soğunuz olsa, gəlin bulaq dədənin qulluğuna. Ya da bir parça kağızdır, yazın göndərin. Deyir, biçənin üzünü tikən ağardar. Tikənin üzün geyən. İndi yaxşıya yaxşı deyək, irdəliyək, yaxşıları götürək. Bu havaların ki adını çəkirik, yiğitlərimizin beşiği başında çalınır. Koroğlu dədə bu havalar altda böyüyüb. Misri qılıncdan qabaq Misri havasını çalıb Koroğlu dədə yağı üstünə. Deyir malı itənin imanı itər. İndi bu havaları itirsək İraq olsun, İraq olsun. Ondan sonra başlayacağıq axtarmağa. Şər deməsən xeyir gəlməz. Dünyanı tutub durmayacağıq. Günümüzün güzəranımızın belə toylu düyününü çağır. Yığaq elimizin, obamızın yaratdıqlarını. İtik itiyi tapdırar deyiblər. Söz sözü gətirəcək, saz sazı. İndi ustadlara öyrədib, bizim də sazımız, sözümüz olsun, bizdən sonrakılara demək. Sağlıq olsun, bir vaxt gələr görüşərik bulaq dədənin qulluğunda. Onda deyirsiniz ki, bəs bulaq dədə,
Saz havaların sən dediyin, biz də yazdıq, öyrəndik. Belə xanımlarımız, xatınlarımız, gözəllərimiz, göyçəklərimiz. Birdən deyərsiniz ki, Bulaq dədə bu kərəm ər yiğitlərimizdən, sazlarından, sözlərindən danışdı. Baş qaldırıb baxmadı bizə heç. Belə qızım gözüm, gül ayıdır. Gül görünməz, ətri qoxusu gələr. Elə hey boylanarsınız ki, hardandır bu ətir? Gözünə çiçək dəyməz. Sonra da ağbirçəklər deyər torpağa nəfəs enib ondandır. Amma siz yazın gəldiyini duyarsınız beləcə. Suya səhəng çıxardarsınız, yuyarsınız par parıldayar. Bulaq başının lilparlı çağı dəstələnib yaranışın qənirsizləri. Yol alarsınız bulaq üstü sənsən. Yiğitlər də erkən çağında sağ olsunlar. Altdan göz qoyarlar gözəllərə. Ağsaqqallar da bir sözü bir batman, üstün vurmazlar. Eləcə durub söz atarlar qarılarına. Ömrümüzü, günümüzü yaşadıq ay qarı. Tək yiğitlərimiz sağ olsun. Bu ilin də alımçası çiçəkləndi toyla düyünlə. Gözəllərim, göyçəklərim, ağır oturun batman gəlin. Yüz ölçün, bir biçin deyərlər bu yaşda. Yılvağınız yeyin olsun, qədəminiz sayalı. Vaxtımız sona yetir istəhlilərim. Sağollaşaq, ayrılaq. Yazın yaz ağzı sizə iş avantlığı. Ömür gün xoşluğu. Qələbə alanı Mövlud Süleymanlı. Rejissoru Ziyafət Abbasovdur. Bərbəzəyi Mehriban Bəşirzadənin, səs düzəyi Həqiqət Əliyevanındır. Sağ olun, sağlıqla qalın.